müşahidələr, icraatların beyində yaddaşa yazılması üçün funksiyanı icra edən bir vasitə, bir orqandır. Sinir sistemi adlandırmaq olar ERP-ni sadə dillə desək. Şirkətlərdə bu ERP-nin tətbiq olunması bəzən zaman-zaman müəyyən çətinliklərlə baş verir. Bu çətinliklərin müxtəlif səbəbləri var. Əsas səbəb budur ki, bir ERP tətbiqi şirkətdə bir change managementdir, bir dəyişiklikdir, transformasiya sürəcidir. Transformasiya sürəcinin hər hansısa bir çətinlik olmadan tətbiq olunması az rastlanan bir şeydir. Əslində proqramı təminatı, proqramlaşdırma elə bir şeydir ki, istənilən hər bir şeyi biz eləyə bilərik bu proqram. Sadəcə bu bizdən nə qədər zaman, nə qədər resurs aparacaq, bunu düzgün şəkildə çatdırmaq lazımdır və əlavə resurslar hansılar olacaq, onlara da mütləq şəkildə nəzər salınması lazımdır. Sıfırdan ERP tətbiq edən şirkətlərin eyni zamanda bir də var ki, müəyyən bir proqram həllər, proqram təminatları istifadə edən şirkətlərin yanaşmaları bir-birindən fərqli olması lazımdır. Amma kiçik və orta biznes təmsil edən sahibkarlara mən düşünürəm ki, onlar ilkin olaraq başlanğıc nöqtəsi təməl ehtiyaclarına fokuslanmış ERP həllərinə və ERP modullarına yönəlmələri daha uğurlu olur. ERP tətbiqi prosesində uğura nail olması üçün mən düşünürəm ki, burada mental olaraq hazırlanması gərəkən bəzi addımlar var. Qabaqcadan bu addımlara hazır olması gərəkir. Bunlar rəhbərlik tərəfində. Birincisi, bu ERP tətbiqini şirkətin bir nömrəli prioritetinə çevirmək